2 iyul 2026-cı il Azərbaycan polisinin yaranmasının 108-ci ili tamam olur. Bugün Azərbaycanın təhlükəsizliyinin, ictimai asayişin və vətəndaşların rahatlığının xidmətində gecə-gündüz dayanan Azərbaycan polisinin peşə bayramıdır. 2 iyul Azərbaycan polisi günüdür. Polis peşəsi məsuliyyətli peşədir, cəsarətli peşədir. Biz bugün küçədə rahat hərəkət ediriksə, ailəmizlə təhlükəsiz gün keçiririksə, gecə rahat yatırıqsa, məhz bütün bunların arxasında gecəsini gündüzünə qatan, istidə, soyuqda, yağışda, qarda vətəndaşlara yorulmadan xidmət edən polis əməkdaşlarının böyük rolu var. Polis olmaq yalnız forma geyinmək deyil. Polis peşəsi məsuliyyətli, cəsarətli, sədaqətli və vətənə xidmət andı deməkdir. Bugün Azərbaycan polisi dövlətçiliyimizin möhkəmlənməsində, ictimai asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə və vətəndaşların təhlükəsizliyinin qorunmasında böyük rol oynayır. Onlar hər gün rastlaşdıqları çətinliklərə baxmayaraq öz peşələrini layiqincə, vicdanla, şərəflə yerinə yetirirlər. Biz bugün 2 iyulla bağlı vətəndaşlarla sorğu aparıb, onların polis əməkdaşlarının xidmətlərindən nə qədər razı olduqlarını öyrənək. Mən buradan bütün daxili işlər orqanlarının hamısını təbrik edirəm. İlk öncə hamısına minnətdarlığımı bildirirəm. Yaxşı varlar. Birbaşa Vilayət Eyvazov cənabları olmaqla bizim asayişimizi, sakitliyimizi təmin edirlər. Minnətdaram hamısına. Allah onlara can sağlığı versin. Vətənin keşiyindədirlər. Allah qorusun onları. Polislərimizin bəli 2 iyun bayramlarıdır. Bizim müdafiəmizə duran bu polislərindir. Əgər polis olmasa elə bilin ki, insanlar bir-birinə çox kötü davranarlar, pis davranarlar. Amma polis bizim müdafiəçimizdir. Polis bizim arxamızdır. Polis ölkəmizin, dövlətimizin qoruyucusudur. Əlbəttə onların bayramlarını təbrik edirəm, mübarəkdir. Birlikdə biz vurğulayaq ki, Daxili İşlər Nazirliyinin bütün polis əməkdaşlarının peşə bayramını təbrik edirik. Var olasınız. Var olun. Polislərimizə Allah təala can sağlığı versin. Polislərimiz olmasa, yəni ki, hər bir şey ola bilər də. Əsas odur ki, can sağlığı. Mən ondan artıq heç nə deyə bilməm. Mənim əmim oğlu da polisdir. Qohumlarımız çoxu hamısı polisdir. Dayım oğlum mayordur. Dayım 35 il can qoyub vətəndə. Oğlum Noləli üçün əskəri olub. Mən ancaq can sağlığı. Ondan artıq heç nə deyə bilmərəm. Bu bayram münasibətilə təbrik edirəm və polislərimizin belə deyək də işindən çox razıyam. Çünki onlar daha yaxşı işləyəndə bizim ölkəmizdə də daha yaxşı sabitlik olur. Ona görə razıyam. Yəni ki, bir narazılığım yoxdur. Yəni nəsə bir narazılığımız da olanda müraciət eləyəndə canla başla yerinə yetirirlər. Ona görə də mən polislərimizdən fəxr eləyirəm. Bildiyimiz kimi 2 iyul Azərbaycan polisinin peşə bayramıdır. Bununla bağlı polislərimizə nə demək istərdiniz? Onların xidmətlərindən nə dərəcədə razısınız? Onların xidmətindən belə yerdən göyə kimi bir. Allah onları saxlasın. Amin. Allah həmişə onları qorusun. Onlar bizim fərəhimizdir. Harda görəndə adam ürəklənir. Belə qaranlıq da olsa, dava da olsa, ürəklə o böyründə dayanırsa, gedir. 2 iyul nə günüdür? 2 iyul Azərbaycan polis əməkdaşlarının peşə bayramı günüdür. Bu günlə bağlı polislərimizə nə demək istərdiniz? Polislərimiz çox sağ olsun. Biz burada təhlükəsiz hərəkət edirik. Onlar burada çox böyük bir rol oynayır. Yaşasın Azərbaycan polisləri. Mənim özüm Fahrettin Yağlı. Burada oxudum Tibb Üniversitəsində 5 il. Çox gözəl. Bildiyimiz kimi 2 iyul Azərbaycan polisinin peşə bayramıdır. Bununla bağlı Azərbaycan polisinə nə demək istərdiniz? Dünyanın ən güvənli şəhəri, bu da polislərimizin böyük əməyi var. Ondan dolayı hepsindən çox təşəkkür ediyoruz. Günleri kutlu olsun. Çok güvenli bir şekilde gelip güzel bir şekilde burada yaşayabiliyorsak o da onların sayesindədir. 2 iyul Azərbaycan polisinin peşə bayramıdır. Bununla bağlı polislərimizə nə demək istərdiniz? Vallahi mən polislərimizə ancaq can sağlığı, uzun ömür, işlərində nailiyyətlər. Mən də polislərimizi təbrik edirəm, onlara uğurlu fəaliyyət arzulayıram. Həmişə yollarda olsunlar, bizim təhlükəsizliyimizin qayğısına qalsınlar, yorulmasınlar heç bir şey. Bugünkü gündə Azərbaycan polisinin xidmətindən razısınızmı?
Bəli, razıyam. Əsas da qayə işçilərinin, dövlət yol polislərinin daha doğrusu təbrik edirik onları. Belə davam etsinlər. Elə isə birlikdə nə deyək? Yaşasın Azərbaycan polisi. 2 iyul Azərbaycan Daxili İşlər Nazirliyində işləyən bütün polis əməkdaşlarını, bütün polislərimizi bayram münasibəti ilə, günləri münasibəti ilə təbrik edirəm. Nə yaxşı ki, polislərimiz var, bizim asayişimizin keşiyində dururlar. 2 iyul nə günüdür? Polislərin yaranma günü. Bununla bağlı polislərimizə nə demək istərdiniz? Ədalətli işləyən polislərimizi təbrik eləmək istəyirəm. Uzun ömür, can sağlığı, bütün polis dostlarıma işlərində müvəffəqiyyətlər arzulayıram. Çox sağ olun, minnətdarım. Fərhad Rzayev, Bakı şəhər sakini. 2 iyul polislərimizin peşə bayramıdır. Onları təbrik etmək istərdiniz? Əlbəttə, polislər bizim həqiqətən onların bayramını təbrik edirəm. Hamısına can sağlığı arzulayıram. Arzu edirəm ki, asayişimiz daha da yaxşı qonulsun. Onların sayəsində həqiqətən biz rahatlıq tapırıq gecələr. Onların sayəsində biz rahat gəzirik. Çox sağ olsun. Bayramlarını təbrik edirəm. 2 iyul Azərbaycan Polisi Günü münasibəti ilə hörmətli Daxili İşlər Naziri Vilayət Eyvazov cənablarını və eyni zamanda Daxili İşlər Nazirliyinin bütün əməkdaşlarını səmimi qəlbdən təbrik edirik. Onlara bu çətin, şərəfli, məsuliyyətli peşələrində uğurlar və nailiyyətlər arzu edirik. Allah Taala'dan sizə can sağlığı diləyirik. Var olsun Azərbaycan polisi, yaşasın Azərbaycan xalqı. Biz Azərbaycan polisləri ilə fəxr edirik. Yaşasın Azərbaycan polisi!